Y bərabərdir 2-nin üstündə mənfi 1 böl modul sinus x. Funksiyanın qiymətlər çoxluğunu tap. Funksiyanın qiymətlər çoxluğu. Funksiyanın deməli qiymətlər çoxluğunu tap. Deməli y bərabərdir 2-nin üstündə mənfi 1 böl. Sinus x-in qiymətlərini yazsaq mənfi 1 və 1. Deməli modul mənfi 1-dən müsbət 1 çıxacaq deyə biz burada mənfi 1 və 1 yox 0 və 1 yazırıq. Bu da bərabərdir 2-nin üstündə mənfi qalsın burada. 1-i 1-ə böləndə 1 eləyir. 1-i 0-a böləndə 0 deməli sağdan yaxınlaşdığı üçün məsələn 1 böl 0,100 100 olur. 1 böl 0,1000 1000 olur. 1 böl 10.000 10.000 olur. 1 böl milyonda 1 milyon olur və s. Demək gedir nə? Müsbət sonsuzluq. Burada deməli bərabərdir 2-nin üstündə mənfinin mötərizəyə sanki vurub açırıq. Mənfi 1, mənfi sonsuzluq. Buradan da deməli nə olacaqdır deməli? 2-nin üstü mənfi 1, 1 böl 2. 2-nin üstü mənfi sonsuzluq, 1 böl 2-nin üstü müsbət sonsuzluq. 2-nin üstü müsbət sonsuzluq 1-i o qədər böyük bir ədədə bölürük ki, orada 0-a yaxın bir ədəd olur. Yəni 1-i deyək ki, milyonda 1-ə, milyona bölürük, 100 milyona bölürük, milyarda bölürük. Yəni bu şəkildə. O qədər böyük bir rəqəmə, 1-i elə bir böyük rəqəmə bölürük ki, orada çox kiçik bir ədəd alınır. Yəni 0-a yaxın bir ədəd alınır. Ona görə də deməli, yəni belə deyək də 1 böl 2 üstü müsbət sonsuzluq 0 sağdan yaxınlaşır. Ona görə də deməli bu funksiyanın qiymətlər çoxluğu 0 və 2-də 1 olur. Onu da qeyd eləyək ki, ümumiyyətlə üstü funksiya 0-dan böyük olduğu üçün y bərabərdir a üstü x, deməli böyükdür 0. 0-dan böyük olduğu üçün heç vaxt mənfi qiyməti ala bilməz. Cavab deməli olur 0-dan 2-də 1-ə qədər.